Salamlar, hər birinizi xoş gördük. Bugün sizlə bir yerdə ibtidai riyaziyyat mübadilə sertifikasiya imtahanlarına hazırlaşan müəllimlər üçün riyaziyyat məsələləri MHM Tədris Mərkəzinin 2025 yeni vəsaitindən bu test toplusundan tapşırıqlara baxırıq. Artıq 4-cü mövzudayıq. 3 mövzunun izahını kanalımda var. Ədədlər dəyişdikdə cəmi, fərqin, hasilin, qismətin dəyişməsi mövzusunu bugün izah eləyəcəyik. Sizlə birlikdə baxacağıq. İyunda artıq sertifikasiya imtahanıdır və arxasıca da MİQ imtahanı. Uğur qazanmaq istəyirsinizsə məni izləməyi, videolara baxmağı, bəyənməyi unutmayın. Deməli, 211-ci sualdan başlayırıq. 624 ədədinin sağına 1-0 yazsaq, bu ədəd neçə vahid artar deyib bizə. İlk öncə bir şey qeyd edeyim. Əgər neçə vahid artar, deməli, vahid. Neçə vahid artar, neçə vahid azalar dedikdə böyük ədəddən kiçik ədəd çıxılır, artıb azalıb dedikdə. Neçə dəfə artıb, neçə dəfə azalıb dedikdə böyük ədəd kiçik ədədə bölünür. Tutaq ki, bunu artıq bilib, bütün tapşırıqların hamısı bu istiqamətdə gedir. Əlavə olaraq azalan, çıxılan, fərq, toplanan, cəm, bunu da deyim, toplanan, cəm, azalan, çıxılan, fərq, bölünən, bölən. Mən adətən bölünəni kiçik hərf, böyük hərflə, böləni də böyük hərflə, bölünəni böyük hərflə, böləni kiçik hərflə, bölünən, bölən qismət və yaxud da natamam qismət qalıq ola bilər. Bir də ardıca da vuruq, hasil şəklində asıllıqlardan istifadə edəcək bu tapşırıqlardır. Deməli, 211-ci sualdan davam edir. 624 ədədinin, deməli 624 əvvəl belə idi. Ondan sonra bunu dəyişirlər. 624 ədədinin sağına bir dənə 0 yazarlar. Sağ, sol. Sağına 1 0 yazsaq, bu ədəd neçə vahid artar? Neçə vahid artar dediyi üçün böyük ədəddən kiçik ədədi çıxırıq və baxırıq 624-ü çıxırıq, ondan 4 çıxırıq 6, burada qalır 3, 3-dən 2 çıxırıq 1, 12-dən də 6 çıxırıq 6, qalır 5616. Deməli 624-dən 0 yazılıb 6240-a keçəndə 5616 vahid artar. Baxırıq 212-ci suala. 736 ədədinin onluqlarını 9 vahid artırıb təkliklərini 5 vahid azaltdıqda neçə alınır? Bax, 736 ədədinin təklik onluqları 9 vahid artırdıqda olur 12. Təbii ki, bir qırağa qalıq verilir. Amma qarışdırırsınızsa salamatı bilirsiniz nədir? Mən bunu şeydə də izah eləmişdim. Bu birinci mövzudaydı, səhv eləmirəmsə. Orada da izah eləmişdim. Onluqları 9 vahid artırmaq, 9 dənə onluq artırmaq deməkdir. 90. Təklikləri 5 vahid azaltmaq, bunu 5 dənə təklik azaltmaq deməkdir. Üstünə 9 gəlirəm, verir 826. Sonra da 5 çıxıram, verir 821. Deməli, ədəd çevrilir olur 821. Azalanı 22 vahid, çıxılanı 15 vahid azaltsaq, fərq necə dəyişir? Bunun bir neçə qaydası var. Amma ümumən hər birində nümunə yazmağınızı tövsiyə edərdim. Nümunə yazmaq daha rahat olar sizin üçün. Nə mənada nümunə yazmaq? Deməli, azalanı 22 vahid, çıxılanı 15 vahid azaldır. Məsələn, salamatı böyük bir ədəd götürmək. Tutaq ki, götürürük. Məsələn, götürək 196 çıxılsın 96 bərabərdir 100. Bütün misalların hamısını bu nümunə üzərindən gedək. Neyinir? Azalanı 22 vahid azaldır, çıxılsın 22 və çıxılanı da 15 vahid azaldır. Görək fərq necə dəyişir. Bunu 22 vahid azaltmaq, bura neçə yazmaq deməkdir. İstəsəz bu arada bunu şeydə yaza bilərsiniz. Gəlin 98 yazaq ki, birdən nə demək istəyirəm? Birdən 26 vahid azaldar, 28 vahid azaldar. Belə yazmaq. 29 yox deyəsən. 199 da götürə bilərsiniz. Deməli, 22 vahid azaldı. 22 vahid azaltmaq çıxmaq deməkdir. 22 vahid artırmaq üstünə gəlmək deməkdir. 22 dəfə artırmaq vurmaq deməkdir. 22 dəfə azaltmaq bölmək deməkdir. İndi bizdə 22 vahid azaldır, yəni çıxır, qalır 176. 98-i də 15 vahid azaltmaq, hər ikisini azaldır da, bax, azaldır. Bunu da 15 vahid azaltmaq 83 yazmaq deməkdir. Bir-birindən çıxanda qalır 3, 93. İndi bax 100 idi, oldu 93. Neynədir? 7 vahid azaldı. Yəni
D variantı olur. Bunu da bu formada yazaq. Bu dəfə toplananları belə yazaq. 10 üstə gələ 10 bərabər oldu 20. Toplananlar dedikdə ancaq bunu götürəcəyik. Amma yox, bu şey deyil. Bəlkə azaldılar toplananlardan hansısa. Gəlin belə eləyək. Toplananları belə götürək. 90 üstə gələ 90 bərabərdir 180. Deməli, razılaşaq ki, bütün toplananları 90, 90, 180 götürəcəyik. Mən də unutmayım deyə kənara yazıram. 90, 90, 180. O birisiləri də 198 çıxılsın 98 bərabər 100 kimi götürəcək. 100 razılaşdıq qəşəng. Toplananlardan birini 12 vahid az artırır. Olur 102. Ondan sonra cəm də deyir 8 vahid artmalıdır. Cəm də 8 vahid artmalıdır. Olur 188. İndi pişirir aşağı. 102'nin üstünə 102'nin üstünə nəyə gəlsə cavab 188 alınır. Bunu tapmaq üçün 188-dən 102'ni çıxmaq lazımdır. Çıxdıqda bizdə alınır 86. İndi diqqət edin. İkinci toplanan əvvəl 90 idi. İndi oldu 86. Neynədir? Azaldı. Neçə vahid azaldı? 4 vahid azaldı. 4 vahid azaltmaq lazımdır. 213-cü misalda razılaşdıq ki, belə götürəcək. 198 çıxılsın 98 bərabərdir 100. Deyir azalma 32 vahid azaldı. Bunu 32 vahid azaldı. O birisini də 20 vahid azaldı. Onda 198-dən 32 çıxanda qalır 166. 98-dən 20 çıxanda qalır 78. Bunları çıxanda olur deməli 8. 15'dən bu da 88. İndi diqqət edin. Əvvəl 100 idi, oldu 88. Neynədir? Azaldı. Nə qədər azaldı? 12 vahid azaldı. 2 ədədin fərqi 32'dir. Azalan 12 vahid, çıxılanı 32 vahid. Deməli yazaq. 2 ədədin fərqi 32'dir. Yəni 2 dənə ədədim var. A minus B bərabərdir 32. Əgər mənə lazım olarsa, bir dəqiqə bunu pozum, belə yazmaq istəmirdim. Deməli, A minus B bərabərdir 32. Əgər mənə lazım olarsa, mən burada A-nın yerinə B-ni keçirdərəm sağa, 32 üstə gələk B yaza bilərəm. Diqqət edin, buradakı çıxaq B sağ tərəfə keçir, olur üstə gələk B. Dənliklərdə bütün hamısında belədir. Çıxmalar sağa keçib toplama, toplamalar yerin dəyişəndə çıxma, vurmalar bölmə, bölmələr vurma. Yəni bərabərliyin bir tərəfindən digər tərəfinə keçdikdə. İndi azalanım A-dır. Azalanı 12 vahid artırır. 12 vahid artırır. Çıxılanı 4 vahid azaldır. Çıxılanım da B'dir. 4 vahid azaldır. O zaman azalan çıxılanı 3 vahid böyükdür. Bax, burada həmişə dediyim, diqqət eləmə. Mübtəda və xəbəri götürürsə, azalan böyükdür. Əgər azalan bizdə böyükdürsə, azalan hansıdır? Azalan budur da. Azalan böyükdürsə, həmişə bərabər qoyub, kiçik olanı 3'ə vurursunuz. Həmişə böyükdə bərabər qoyub, kiçik 3'ə vurmaq daha uyğun olar deyə düşünürüm. İndi burada A-nın yerinə, bax burada 32 üstə gələk B yazaq. A-nın yerinə yazıram 32 üstə gələk B. A-nın yerinə yazıram 32 üstə gələk B. Ardıca üstə gələk 12 bərabərdir. Bunu vurmanın paylama qanununu açıram. 3'ü B-yə vururam 3B, 3'ü 4'ə vururam 12. Bax burada səhv yazdım, çıxma yazmalıydım. Çıxaq 12. İndi diqqət edin, nəyə diqqət edin? Bax 32 qalır evlərində, 12 qalır evlərində. Çıxaq 12, keçir sol tərəf olur, üstə gələk 12. 3B qalır evlərində. Üstə gələk 3B sağ tərəfə keçir olur, çıxaq B. 3B'dən B çıxanda qalır 2B. 32, 12, 12 verir 56, 2 vurmadır. 56'nı da 2'yə bölürəm, olur 28. Deməli bizdə, bax bura diqqət edin. Deməli bizdə B nəyə bərabər imiş? B 28 imiş. O zaman azalanı da tapmaq üçün, nə edirəm? 32 ilə 28'i toplayıram. Bərabər olur 60'a. Yəni E variantı. Təmizdə 217'ni yazaq.
Deməli, 217-ci sualda 2 ədədin fərqi 30-dur. Yəni A minus B bərabərdir 30. Bayaqki kimi, əgər mənə ehtiyac olarsa, A-nın yerinə B üstəgələ 30 yaza bilərəm. Çünki burada çıxaq B sağ tərəfə keçir olur, üstəgələ B. Bunu danışdıq. Azalan 10 vahid artırırlar. Məndə azalan A-dır. A-nı 10 vahid artırıram. A-nı 10 vahid artırıram. Sonra çıxılanı 5 vahid azaldırlar. Çıxılan da 5-dir. Bizə deyir ki, azalan çıxılandan 4 dəfə böyük olur. Azalan böyük olur. Azalan bizdə hansıdır? A plus 10-dur. Böyük olanı bərabər eləyirəm. Kiçik olanı vururam həmin o 4 dəfəyə. Böyük olanı həmişə bərabər edirik. Və burada diqqət eləsək, mən A-nın yerinə B üstəgələ 30 yaza bilərəm. Çünki A B üstəgələ 30-a bərabərdir. A-nın yerinə yazıram B üstəgələ 30. A-nın yerinə B üstəgələ 30 yazıram. B üstəgələ 30 üstəgələ 10 bərabərdir. İndi paylama ilə bunu vururam. 4-ü B-yə vururam. 4B, 5-i 4-ə vururam. 20. Deməli, 30 qalır evlərində, 10 qalır evlərində. Çıxaq 20 sol tərəfə keçir olur. Üstəgələ 20 bərabərdir. 4B qalır evlərində. Buradakı B-də əslində toplamı B-də çıxma olsaydı görərdik də. Sağ tərəfə keçir olur çıxma. 4B-dən B çıxanda qalır 3B. Sol tərəfə də toplayanda verir 60. 3 vurmadır. Deməli, bu belə deməkdir də. 3B bərabərdir 60. B-ni tapmaq üçün 63-ə bölürəm. B bərabər olur 20-yə. B məndə 20 olduğuna görə bu ifadədə B 20-dir deyə. O zaman A bərabər olur. B-nin yerinə 20 qoyuram burada. Olur 20 üstəgələ 30 bərabər olur 50-yə. İfsyo, deməli B 20-yə bərabər oldu. A da 50-yə bərabər oldu. Bizdən azalanı soruşur. Azalan nəyə bərabərdir? 50-yə bərabərdir. Deməli, baxaq 218-ci suala. 2 ədədin fərqi 50-yə bərabərdir. 2 dənə ədədi götürək, fərqi 50 olsun. Məsələn, 90 çıxılsın 40 bərabərdir 50. Belə yazaq. İndi deyir ki, bizə belə yazmaq məncə daha yaxşıdır. Azalanı 25% azaldırlar. Bunu 25% azaldırlar. Çıxılanı da 10% azaldırlar. Bunu da 10% azaldırlar. Onda nə baş verir? 90 25% azalır olur 75, yox 65 olur. 65. 40-ı da 10% azaldırlar. O da olur 30. 65-dən 30 çıxanda verir olur 35. İndi diqqət eləyək. Fərq əvvəl 50 idi, indi oldu 35. Nə baş verdi? 15 vahid azaldı. Yəni C variantı. Davam edirik 219-cu sualdan. Deyir ki, 2 ədədin cəmi 85-dir. Tutaq ki, biri 40-dır, o birisi də 45-dir. Cəm də bərabərdir 85-ə. Hər ikisini 23 vahid artırırlar. Bunu da 23 vahid artırırlar. Deyir, toplananların hər birini 23 vahid artırsaq, bunu da 23 vahid artırırlar. Ondan sonra görək nə baş verir. 40 idi, 23 vahid artır olur 63. Sonra 45 idi, 23 vahid artır olur 68. Bu da toplayanda baş verir nə? Cəm neçə olar deyir bizə. Sağ olsun, cəm soruşur. Toplayanda baş verir 131. Deməli, artanda cəm olar 131. Toplananlardan hər birini 5 dəfə artırdıqda cəm necə dəyişir? Məsələn, 2 üstəgələ 3 bərabərdir 5. 2-ni 5 dəfə artırıram, olur 10. 3-ü 5 dəfə artırıram, olur 15. 5 dəfə artırmaq, vurmaq deməkdir də. Toplayanda verir 25. Cəm də əvvəl 5 idi, oldu 25. O neynədir? O da toplananlar kimi 5 dəfə artdı. Deməli, cəm də 5 dəfə artar. 2 ədədin fərqi 85-dir. Gəlin belə yazaq. 185 çıxaq 100 bərabərdir 85 olduğunu düşünək. Azalanı 30% artırırlar. Bunu 30% artırırlar. Çıxılanı da 20 vahid azaldırlar. 30% çaşıb deyərəm birdən vahid. 185-in üstünə 30 gələndə verir 215. 100-ü də 20 vahid azaldırlar. Olur 80. Bunları bir-birinə çıxanda verir 135. Deməli, nə baş verdi? Nə baş verdi? Əvvəl 85 idi, indi oldu 135. Neynədir? 50 vahid artdı. Bərabərdir, fərqdir. Nəyə bərabər olar? 135.
Deməli, tutaq ki, misal belədir. Azalan çıxılan fərq. Məsələn, 40 çıxılsın 10 bərabərdir 30. Bizə deyir ki, azalanı 12 vahid artırırlar, çıxılanı dəyişmirlər. Fərq deyir, neynir? 12 vahid artırırlar, olur 52. Bunu da dəyişmirlər, 30 bərabərdir çıxaq. Burada nə olmalıdır? Yəni 52-dən nə çıxanda cavab 30 alınır. Təbii ki, 22 çıxanda. İndi diqqət eləyin. Əvvəl 10 idi, oldu 22. Deməli, çıxılanı nə etmək lazımdır? 12 vahid artırmaq lazımdır. 12 vahid artırmaq lazımdır. Yəni A variantı. 2 ədədin cəmi 39-dur. Məsələn, 20, buranı təmizləyək salamat. Birini 20, birini 19 götürün. O vaxta qədər siz yazın. Məncə bacararsınız. Deməli, toplanın cəmi. 2 ədədin cəmi. Biri olsun 20, biri olsun 19. Cavab da alınsın 39. Deməli, neyinir? Birini 12 vahid artırır. 12 vahid artırır. O birisini də 16 vahid azaldır. Deyir ki, cəmləri neçə olur? Bunu 20 vahid artırmaq 32 deməkdir. 19-u da 16 vahid azaltmaq 3 deməkdir. Toplayanda nə verir? 35 verir. Cəm olar 35. Buranı təmizləyək. 2 ədədin fərqi 840-dır. Gəlin belə bir şey eləyək. Burada minlikdən söhbət getmir də, düzdür. Birini götürək 940 fərqi. O birisini götürək 100 və cavab da alınsın 840. İndi deyir ki, azalanın yüzlüyünü 3 vahid artırırlar. Çıxılanın onluğunu 6 vahid azalırlar. Deməli, azalanın yüzlüyünü 3 vahid artırırlar. Azalanın 2... Yox, belə yazmayaq. Çünki bizdə dəfə söhbət edir ona görə. Deməli, azalanın 2 qiymətinin rəqəmləri cəmdir. 2 ədədin fərqi 840-dır. A çıxılsın B bərabərdir 840. Azalanın yüzlüyünü 3 vahid artırırlar. Yəni, azalanın 3 dənə yüzlüyünü artırırlar. 300. Çıxılanın onluğun 6 vahid azaldırlar. Çıxılan da B'dir. 6 dənə onluq azaldırlar. Yəni 60. O zaman azalan çıxılandan 5 dəfə böyük olur. Azalan böyük olur deyə biz çıxılanı 5-ə vururuq. Yəni böyük olan qalır, kiçik olanı 5-ə vurub bərabərləşdiririk. Və bizə lazım olarsa əgər A-nın yerinə 842 lazım olacaq. Üstə gəlib B yaza bilərik. Burada çıxaq B, sağ tərəfə keçir, olur üstə gələk B. İndi A-nın yerinə 840 üstə gələk B yazmaq mümkündür. Yəni biz A-nın yerinə burada 840 üstə gələk B yazacaq. Yazaq. 840 üstə gələk B, üstə gələk 300. Sonra sağ tərəfi vurub açıram. 5B, 6 da, o da verir 60'ı da 5'ə vuranda 300. İndi diqqət eləyək. 840 qalır. Üstə gələk 300 qalır. Buradakı çıxaq 300 sol tərəfə keçir. Dəyişir olur. Üstə gələk 300. Sonra 5B qalır sağda. Buradakı üstə gələk B sağ tərəfə keçir. Olur çıxaq B. Toplayanda verir 1440 bərabərdir. 5B-dən də B çıxanda qalır 4B. B-ni tapmaq üçün də 4 axı vurmadı. Sol tərəfə keçəndə olur bölmür. 1440-ı 4-ə bölürük, qalır 360. Deməli, B-nin qiyməti bizdə 360-a bərabər imiş. Deməli, B-nin qiyməti burada 360-dır. 360. O zaman azalanı tapmaq üçün də fərqlə çıxılanı toplamaq lazımdır. O da bərabər olur 1200-ə. Bizdən də elə nəyi soruşurdu? Bizdən də elə deyirdi ki, bizə azalanın ilkin qiymətinin rəqəmləri cəmi. Bizdə azalanın ilkin qiyməti alındı 1200, rəqəmləri cəmi verəcək 3. Son versiyaya baxmaq istəsəz belə olur son versiyada. Deməli, baxırıq 225-ci suala. Azalanın hər birinin yüzlük mərtəbəsini dəyişdirirlər. Deməli, götürək birini 800 götürək, o birisini 500 götürək. Cavab da alınsın 300. İndi bizə deyir ki, azalanın yüzlük mərtəbəsinin rəqəmini 2 vahid azaldıb. Deməli, azalanı nə edirlər? Yüzlüyün mərtəbəsini 2 vahid azaldırlar. Yəni 2 dənə yüzlük azaldırlar. Onluq təkliyi də 5 vahid artırırlar. 5 dənə onluğu artırırlar. 5 dənə də təkliyi artırırlar. 5 dənə onluq, 5 dənə təkliyi. Çıxılanın onluq mərtəbə rəqəmini 4 vahid artırırlar. Onluq mərtəbə rəqəmini 4 vahid artırırlar. Yəni 4 dənə onluq artırırlar. 40. Yüzlüyü də 1 vahid azaldırlar. Yəni 1 dənə yüzlük azaldırlar. İndi baxaq.
800, 200 çıxır 600, üstünə də 55 gəlir, olur 655. Çıxılsın, 500-dür, 40 artırır, 540, 100 çıxır, olur 440. Çıxanda verir, olur 215. Deməli, ədəd əvvəl necə idi? Fərq 300 idi. Sonra nə oldu? 215 oldu. Neynədi? 85 vahid azaldı. Yəni, A variantı oldu. Azalanın təklik yüzlük mərtəbə sayıdır. O, neynir? Deməli, təklik yüzlük, onluq mərtəbə vahidləri sayı, onluq minlik. Minli bir şeylər yazmaq lazımdır. Yazmasaq nə olar ki? Gəlin minli bir şeylər yazaq. Deməli, 2000-dir, 2000, 1000 çıxır, qalır 1000. Görək nə baş verəcək. Deməli, yazaq. Azalanın təklik yüzlük vahidlərin sayını 4 vahid azaldır. Yəni, neyniyir? Böyük yazaq ki, bizə çətinlik törətməsin. Bura belə yazaq. Bunu 8000 yazaq, bunu 7000 yazaq. Deməli, təklik yüzlük mərtəbə vahidin sayını 4 vahid azaldır. 4 dənə təklik azaldır. 3 minlik mərtəbə vahidlər sayı. Deməli, 4 dənə təklik azaldır. 4 dənə təklik azaldır. 4 dənə təklik azaldır. 4 dənə də yüzlük azaldır. 400. Sonra onluq mərtəbə vahidlərin sayında 7 vahid artırır. 7 dənə də onluq artırır. Olur 70. Ondan sonra neyniyir? Çıxılanı onluq minliyə 3 vahid artırır. 3 dənə onluq artırır. Sonra 3 dənə minlik artırır. 3 dənə minlik artırır. Bu ne belə oldu? Çox böyük oldu. Gəlin dəyişək. Çünki sözsüz cavab alınacaq. Amma ki, qalsın 7. Görək nə olacaq? 7000. Məncə belə yazmaq doğru deyil. Niyə? Çünki burada deyir ki, 4 rəqəmli ədədin 2 misli olar. Yazaq görək nə ara gedir. İndi deyir ki, sonra da yüzlük mərtəbə vahidlərin sayını 8 vahid azaldır. 8 dənə də yüzlük azaldır. 800. Amma mən bunu belə izah eləməyi düşünmürdüm. 226. 226-nı AB-lərlə yazmışdım mən. Yaxşı, nəysə, baxaq. Amma bunu 1000 yazmaq daha yaxşıdır. Gəlin, 1000 çıxaq. Cavabda 7000 qalsın. Baxaq. Mərtəbə vahidlərinin sayını 8 vahid azalsaq, fərq rəqəmlərin müxtəlif ən böyük 4 rəqəmli tək ədədinin ikimisi olar. Birinci baxaq görək fərq əvvəlki ilə sonrakində nə baş verdi. Birinci bunu tapaq. Deməli, 8000 idi, 400 çıxdı, qaldı 7600. 7666 olmalıdır, səhv eləmirəmsə. 7666. 7666. Çıxılsın. Sonra 1000-i 3000 artırır, olur 4000. 4000-dən 800 çıxır, 3200. Üstünə də 30 gəlir, olur 3230. Və nəticədə alınır. Deməli, 6, 3, 4 və 4. Deməli, fərq əvvəl 7000 idi, oldu 4436. Əvvəl deməli 7000 idi, oldu 4436. Olacaq 4, 6, 5, 3. 3564 vahid azalır. Deməli, fərq. Buradan yazım. Fərq, deməli, 3564 vahid azalacaq. İndi buranı təmizləyək. Daha asan yolu ola bilərmi? Məncə ola bilər. Amma hal-hazırda nəyəsə ağlıma gəlmədi mən bunu. Əvvəl başqa yazmışdım, AB-lərlə yazmışdım. Bəlkə də səhv yazdım. 2564 vahid. Deməli, indi deyir ki, fərq rəqəmlərin müxtəlif ən böyük 4 rəqəmli ədəd. Rəqəmlərin müxtəlif ən böyük 4 rəqəmli ədəd 9876-dır. Ən böyük 4 rəqəmli ədədin deyir 2 misli olar. Bunun 2 misli olur 2, 1 yadda, 5, 1 yadda, 6, 7, 1 yadda, 19752. Məncə mən də bayaq səhv çıxmışdım. 2 qalmalıydı burada.
2564 2564. Əvvəl deyil necə idi? Deməli bax, əvvəl fərq bu idi. Sonra fərq 2564 vahid azaldı, oldu 19752. Əvvəlkini tapmaq üçün biz 19752 ilə 2564-ü toplamalıyıq. Bu da bizə toplayanda verəcək rəqəmləri müxtəlif, ən böyük 4 rəqəmli tək ədəd deyir. Ona görə tək ədəd dediyi üçün bunun axırı 5 olmalıdır. Vurulanda 0 verməlidir. 0, 0. O da toplayanda verir 4, 1, 3, 2. Burada da 2. 22314. Qarşılıqdır mı? Qarşılıqdır. Bu sualdan bircə dənədir. Başqa görməmişim. Təmizləyim, 227-yə baxaq. Deməli, toplananlardan birini 17 vahid artırıb, digərini 18 vahid azalsaq, gəlin belə bir şey yazaq. Tutaq ki, toplananlar A, B bərabərdir. Nəsə bir şeymiş. Cavab burada. Toplananlardan birini 17 vahid artırırlar. Olur A üstə gələk 17 üstə gələk. Sonra birini də 18 vahid azaldırlar. Olur B çıxaq 18. Bizdə cəm nə alınır? 55 alınır. A plus B qalsın burada. 55 də qalsın. Çıxaq 18 sağ tərəfə keçsin olsun. Üstə gələk 18. Plus 17 sağ tərəfə keçsin olsun. Çıxaq 17 bərabər olur nəyə? 56-ya. Deməli, əvvəlcə verilmiş cəm nə idi? 56 idi. Hə, bunu da bax, bu bayaqkini 226-nı var. Ha, bu qayda ilə yazmaq olardı. 228. Birinci toplananı 36 vahid artırırlar. Cəmin dəyişməməsi üçün digər toplanan necə dəyişməlidir? 36 vahid azalmalıdır. Toplananlarda belədir. Biri dəyişməməsi üçün cəmin biri nə qədər neçə vahid artırsa, digəri o qədər vahid azaltmalıdır. Böləni 5 dəfə azaltdıq. Qismənin dəyişməməsi üçün böləni necə dəyişmək lazımdır? Məsələn, yazaq belə bir şey. Necə yazaq? 35-i bölək 7-yə bərabər olsun 5-ə. İndi bizə deyir ki, bölünəni 5 dəfə azaldırlar. Bunu 5 dəfə azaldırlar. Alınır 5. Bizə deyir ki, böləni qismətin dəyişməməsi üçün, qismət də dəyişməməlidir. Qismət də dəyişməməlidir. Böləni də necə dəyişmək lazımdır? Ona görə gəlin belə yazaq. Bax, hamısını belə eləyəcəm. Bölünən, bölünsün, bölən bərabərdir qismət. Əgər bizə 5 dəfə azalt deyirsə, yazacam 5-də 1. 5 dəfə artır deyirsə, yazacam 5. Bölünəni 5 dəfə azaldır. Bölünənin yerinə yazıram 5-də 1. Sonra qismət deyir dəyişməsin, yəni olsun 1. Dəyişməyən yerinə yazırıq 1. Bölən deyir necə dəyişməlidir? Bölünsün, x bərabərdir. Tənliyi həll edirəm. X-i tapmaq üçün 5-də 1-i bölürəm 1-ə, bərabər olur yenə 5-də 1. Yəni bölünəni qismətə bölürəm. Oldu 5-də 1. 5-də 1 nə deməkdir? 5 dəfə azalma deməkdir. Yəni A variantı. Bayaqkında niyə alınmamışdı? 35 bölünsün 7 bərabərdir 5-də. Bunu 5 dəfə azaltmaq 7 alınması deməkdir. Bərabərdir. Bu da dəyişmirsə, bu da 5 dəfə azalmalıdır. Yəni biraz nümunə absurddur da, başa düşdünüz. Ona görə verdiyim nümunə absurd idi. Qayda ilə yazmaq daha yaxşı olardı. Ödəyirdim, amma daha qarışıq edəcəkdi bizim işimizi. Baxırıq 230-cu tapşırığa. 2 ədədin cəmi 178-dir. Toplananlardan birini 42 vahid artırıb, digərini 52 vahid azaltdılar. Cəm neçə oldu? Tutaq ki, biri 100 imiş, o birisi də 78 imiş, bərabər olur 178-ə. Birini 42 vahid artırırlar, o birisini də 52 vahid artırırlar, azaldırlar 52 vahid. İndi baxaq, 100-ü 42 vahid artırdıq, 142, 78-i 52 vahid azaltdıq, oldu 26. Toplayanda bizə verir 168. Deyir ki, cəm deyir neçə oldu? 168 oldu. Baxırıq 231-ci suala. 2 ədədin fərqi 32-dir. Tutaq ki, biri 60-dır, o birisi 30. Tutaq ki, biri 62-dir, belə deyək də, azalan 62-dir, çıxılan 30-dur, fərq də 32-dir.
Azalanı 14 vahid artırırlar. Bunu 14 vahid artırırlar. Çıxılanı 8 vahid azaldırlar. Deməli 60'ı 14 vahid artırırıq, eləyir 76. Çıxılsın. 30'u da 8 vahid azaldırıq, 22. Çıxanda verir bizə 54. İndi baxın 32 idi, oldu 54. Neynədir? 22 vahid artdı, yəni A var. Azalan 10 vahid artırdı, fərqini 3 vahid artması üçün. Gəlin misala baxaq, bir dənə nümunə yazaq. Deməli yazaq. 20 çıxılsın 5 bərabərdir 15. Çıxaq 15 bərabərdir 5 yazaq hər ehtimala. Bərabərdir 5. Azalanı 10 vahid artırırlar. Bunu 10 vahid artırırlar. Fərq də 3 vahid artmalıdır. İndi baxaq. 20 ilə 10 toplanır 30, 5 ilə 3 toplanır 8, 30'dan 8 çıxanda nə verir? 22 verir. Deməli əvvəl 15 idi, oldu 22, neyini? 7 vahid artır. İki ədədin fərqi 78'dir. Azalanı 2 ədədin fərqi 78'dir. Məsələn 100 çıxaq 22 bərabərdir 78. Deyir ki, azalanı 38 vahid artırırlar. 38. Çıxılan da 54 vahid artırırlar. Bu da 54. Deyir, nə baş verir? Toplayanda verir 138. Çıxılsın. 22 ilə 54'ü toplayanda 76. Bunları çıxanda olur 2, 62. Əvvəl 78 idi, oldu 62. Neynədir? 16 vahid azaldı. Deyir ki, fərqləri neçə olar? 62 olar. 2 ədədin hasili 108'dir. 108'dir. Məsələn 108. Yazaq 2 vuraq 54 bərabərdir 108. Məsələn. Deyir ki, vuruqlardan birini 2 vahid artırırlar. Olur. Bunu 2 vahid artırırlar. O birisini də 3 vahid azaldırlar. 2 vahid artıranda olur 4. 54'ü də 3 vahid azaldanda olur 18. 4'ü 18'e vuranda neynir? 4, 8, 32 olur 72. Deyir ki, hasilləri neçə oldu? 72 oldu. 235-ci suala baxırıq. Hasili 72 olan 2 ədəddən birini 8 dəfə artırırlar. Digərini neçə dəfə azaltmaq lazımdır ki, hasil dəyişməsin. Deməli, hasili 72 olan 2 ədəddən birini 8 dəfə artırırlar. Misal üçün deyirəm də, olsun 9, vuraq 8, bərabərdir 72. Deyir, birini 8 dəfə artırırlar. Bunu 8 dəfə artırırlar. Olur 72. Bizə deyir ki, digərini neçə dəfə azaltmaq lazımdır ki, hasil dəyişməsin. Hasil dəyişməməlidir, o da qalmalıdır 72. 72'ni nəyə vuranda? 72 ilə 1'ə vuranda. Deməli, əvvəl 8 idi, indi oldu 1. Neynədir? 8 dəfə azaldı, 8 dəfə azaltmaq lazımdır. Ümid yadınızda qalsın ki, hasilin dəyişməməsi üçün vuruqlardan biri neçə dəfə artırsa, digəri o qədər dəfə azalmalıdır. Yaxud da cəmin dəyişməməsi üçün toplananlardan biri neçə vahid artırsa, digəri də o qədər vahid azaldılmalıdır, ya da tərsinə. 2 ədədin hasili 36'dır. Vuruqlardan birini 2 dəfə, digər vuruqu 3 dəfə azaltdılar. Hasil neçə oldu? Tutaq ki, 6 vuraq 6 bərabərdir 36 imiş. Birini deyir 2 dəfə azaldırlar. O birisini də 3 dəfə azaldırlar. O zaman neynir? 6'nı 2 dəfə azaldırlar 3, 6'nı 3 dəfə azaldırlar olur 2. Hasil nəyə bərabər olur? 6'ya. Əvvəl 36 idi, oldu 6. Neynədir? Neynədən bizdən soruşmur. 6 dəfə azaldı. Elə deyir, hasil neçə oldu? 6 oldu. Baxırıq 237-ci suala. Vuruqlardan birini 6 dəfə artırıb, digərini 4 dəfə azaltdılar. Yeni hasil 48 oldu. Əvvəlcə hasil neçə idi? Baxaq. Deməli, gəlin belə eləyək. Vuruqlardan biri olsun A, o birisi olsun B.
Belə də yaza bilərik. Görəsən bircə dəqiqə birini 6 dəfə artırıb, digərini 4 dəfə azaltdılar. Hə, belə bir şey yazaq. A vurulsun B şəklindədir. Əvvəl nə qədər imişsə. Ondan sonra nə edirlər? Birini 6 dəfə artırırlar. Vuraq 6. A vuraq 6. Vuraq. Ondan sonra B-ni də 4 dəfə azaldırlar. Yəni B bölək 4. Bunu da kəsir kimi yaza bilərəm. Ya da belə yaza bilərik də. Belə də yaza bilərik. B bölək 4 bərabərdir. Olur. Deyir, təzə hasil oldu 48. Mən A vuraq B-ni saxlayıram. A qalır, vuraq B-si qalır. Bərabərdir. 48 durur öz evlərində. Burada vuraq 6 sağ tərəfə keçir. Olur. Bölək 6. Sonra burada bölək 4. Bölək 4 sağ tərəfə keçir. O da sağ tərəfə keçir. Olur. Vuraq 4. Bərabərdir. 48-i 6-ya bölürəm. 8. 4-ə vururam. Olur. 32. Deməli, əvvəlcə deyir hasil neçə idi? Əvvəlcə hasil 32 idi. 238-ci suala baxırıq. Bölünəni 4 dəfə artırıb böləni 2 dəfə azalsa qismət necə dəyişər? Bölünəni 4 dəfə artırır, böləni 2 dəfə azaldır. Qismət deyir necə dəyişir? Məsələn, yazaq ki, belə bir şey yazaq. 8 bölək 2 bərabərdir 4 olsun. Deməli, birinci bölünəni 4 dəfə artırır, vuraq 4. Böləni 2 dəfə azaldır, bölək 2, 2 dəfə azaldır. Deməli, nə edir? Bunu 4 dəfə artırır, bunu 2 dəfə azaldır. Onda 8-i 4 dəfə artırır, 32 vuraq, bölək. 2-ni də 2 dəfə azaldır, çıxılan 2 dəfə azaldır, 1 olur 32. Əvvəl 4 idi, oldu 32, neynədir? 8 dəfə artdı, yəni B variantı. 2 ədədinin nisbəti 24-dür, bölünəni 6 dəfə artırır, böləni 3 dəfə artırsa qismət neçə olar? İki ədədin nisbəti 24-dür, bölünəni 6 dəfə artırıram. 2 ədədin nisbəti 24-dür, bölünəni 6 dəfə artırır, böləni də 3 dəfə artırır. Qismət deyir, neçə olur? Gəlin belə bir şeydə razılaşaq. Deməli yazaq 48 bölək 2 bərabər də olub 24. Bölünəni 6 dəfə artırırlar. Bunu 6-ya vururlar. Digərini də 3 dəfə artırırlar. Bunu da 3-ə vururlar. Baxaq. 48-ə 6-ya vuranda 24, 48 verir 288. Düz yazdım mı? Düz yazdım. Bölək. Bunu da 2-ni də 3-ə vuranda, verir 6. 288-i 6-ya vuranda, 288-i 6-ya böləndə qalır 48. Diqqət edin, əvvəl 24 idi, oldu 48. Neynədi? 2 dəfə artdı. Qismət deyir neçə oldu? 48 oldu. Bölünən və böləni 2 dəfə artırdıqdan sonra qismət 12 oldu. Əvvəlcə qismət neçə idi? Belə bir şeylə yenə A və B ədədini A-nı B-yə bölüblər, cavabda nə salıblar? Bölünəni neynirlər? Bölünəni 2 dəfə artırırlar, vuraq 2. Böləni də 2 dəfə artırırlar. Nəticədə cavab 12 olur. Yəni nə baş verir? A-nı 2-yə vururlar, bölünsün. B-ni də 2 dəfə artırırlar. Və nəticədə qismət olur 12. İndi burada məsələ burasındadır ki, məsələ nədir? Bir şeyə diqqət edin. Mən istəsəm buradan bölünəni tapa bilərəm. Bölünəni tapa bilərəm. Burada misal yerinə ədəd də qoymaq olar deyə. Yerinə ədəd qoymaqla da yazarıq bunu. Yerinə ədəd də qoymaq olardı. A vuraq 2-ni saxlayıram. O zaman 12 olur. Mötərizənin içərisindəki vurulur. B vuraq 2. Yəni, natamam qismətlə bölən bir-birinə vurulur. Və A vuraq 2 qalır. Bərabərdir. 12-ni 2-yə vururam. Olur 24 vuraq B. Ondan sonra B-ni keçirdirəm sol tərəfə. Olur A bölək B. 24 qalır. 12-ni də keçirdirəm sağ tərəfə. O da qalır bölək 2. 2-ni keçirdirəm sağ tərəfə. Olur bölək 2. A bölək B bərabər olur 12. Və yaxud da yazmaq olar. Əgər sonradan qismət 12 olubsa, buranı təmizləyə yazaq. Sonradan qismət 12 olubsa, tutaq ki, ədədlər. Belə bir şey yazaq da. Deməli, bölən idi. Bunu da 2 dəfə artırılır, bunu da 2 dəfə. Sonradan qismət bərabər olur 12. Tutaq ki, 24 imiş və 2 imiş. 24-ü 2-yə bölüblər, alıblar 2.
Diqqət eləyin. Burada A-nı 2 dəfə artırıb 24 alıblarsa, deməli A 12 imiş. B-ni də 2 dəfə artırıb elə 2 alıblarsa, deməli B də 1 imiş. 12 bölək 1 olacaq 12. Cavab da olacaq 12. Belə yazmaq daha yaxşıdır. Baxırıq 241-ci suala. Vuruqlardan birini 4 dəfə artırdıq. Hasilin 2 dəfə azalması üçün. Deməli, vuruqlardan birini 4 dəfə artırdıq. Hasilin 2 dəfə azalması üçün digər vuruğu necə dəyişmək lazımdır? Gəlin yazaq. Deməli, 16 olmasın, belə yazaq. Deməli, yazaq 8. Birini 4 dəfə artırdıq. 2 vuraq 8 yazaq. Deməli, 2 vuraq 8 bərabərdir 16. Bizə deyir ki, vuruqlardan biri 4 dəfə artmalıdır. Vuraq 4. Hasil 2 dəfə azalmalıdır. Bölək 2. Bəs bu birinin başına nə gəlir? Onu tapmaq lazımdır. 2-ni 4 dəfə artırırlar, olur 8. Vuraq. 16-nı 2 dəfə azaldırlar, olur 8 bərabərdir. 8-i nəyə vuranda 8 eləyir? 1-ə vuranda. İndi diqqət eləyin. Vuruqlardan biri 8 idi. İndi oldu 1. Neynədir? 8 dəfə azaldı. 8 dəfə azaltmaq lazımdır. B variantı. 242-ci suala baxaq. Azalan və çıxılan 4 dəfə artırsaq fərq necə dəyişər? Məsələn, baxaq suala. 8 çıxılsın 2 bərabərdir 6. Azalanı da 4 dəfə artırırlar. Çıxılanı da 4 dəfə artırırlar. O zaman 8-i 4-ə vururuq 32. 2-ni 4-ə vururuq 8 bərabər olur 18-ə. Əvvəl 6 idi, oldu 18. Neynədir? Azalan və çıxılanı 4 dəfə artırsaq. 32-dən 8 çıxanda eləmir. Mən düz yazmamışım. 24 eləyir. Düzdür, 24. Deməli, bu da neynir? Bu da 4 dəfə artır. Bayaq toplamada da var idi o. Deməli, azalan çıxılanda da toplamada da eyni şey olur. İkisində də. 243-cü sual. Konkret olaraq, qayda olaraq çıxardıb yazıb da əzbərləyə bilərsən, amma yorucu olar o qədər qaydanı yadda saxlamaq. Ona görə nümunələrlə öyrənmək sizin üçün daha rahat ola bilər. Baxırıq 243-cü suala. Deməli, bölünəni 4 dəfə artırıb, böləni 2 dəfə artırsa, qismə ən kiçik 2 rəqəmli ədəd alınır. Deməli, mənim bir dənə A bölü B ədədim var, bərabərdir. Əvvəl nə qədər imişsə, bölünəni 4 dəfə artırırlar, vuraq 4. Böləni də 2 dəfə artırırlar, vuraq 2. Onda nəticədə qismət ən kiçik 2 rəqəmli ədəd alınır. Ən kiçik 2 rəqəmli ədəd hansıdır? 10-dur, düzdür. Məsələn, biz təsəvvür eləyək ki, bu nə imiş? Beləymiş, tutaq ki, 40 bölək 4 imiş, misal üçün. 40-ı 4-ə bölüb 10 alıblar. İndi nəyə diqqət eləməyinizi istəyirəm. Baxın, A-nı 4-ə vurub, cavabda 40 alıblarsa, deməli A nə imiş? 10 imiş. Ondan sonra B-ni də 2-yə vurub, cavabda 4 alıblarsa, deməli B nə imiş? B də 2 imiş ki, 2-yə vurub 4 alıblar. 10 bölək 2 bərabər olur 5. Deməli, əvvəlcə verilmiş qismət neçə idi? Əvvəlcə verilmiş qismət 5-ə bərabər idi. Bu bütün nümunələrdə ödənilmir. Bəli, istəsiz 88 götürə bilər. 80 bölü 8 bərabərdir 10 olaraq. Yəni, heç bir fərq eləməyəcək. İndi baxırıq. 244-cü suala. 403 ədədinin sağına 1 0 yazsaq, ədədin 13-ə bölünməsinə alınan yeni qismət əvvəlki qismət nəzəri neçə vahid artır? Deməli, 403 ədədinin sağına bir dənə 0 yazırlar. Deyir, bunun 13-ə bölünməsindən alınan qismət əvvəlki ədədin 13-ə bölünməsindən alınan qismətdən qismətə nəzərən neçə vahid artır? 403-ü birinci 13-ə bölək, görək neçə düşür. Bunun üçün qollu da bölə bilərsiniz. Kalkulyatordan da istifadə edə bilərsiniz. Mən kalkulyatordan istifadə edəcəm. Deməli, nə edirik? 403-ü bölürük 13-ə. 403-ü 13-ə böləndə cavab alınır 31. Tam bölünürmüş. O zaman 4030-u 13-ə böləndə cavab alınacaq 310. Deməli, əvvəl qismət 31 alınırdı. İndi qismət 310 alınır. Bizə deyir ki, neçə vahid artar? Neçə vahid artar deyəndə nə edirdik? Bəli, çıxırdıq. Deməli, 310-dan da çıxacaq 31-i. Cavab alınacaq 279 vahid artar.
Baxırıq 245-ci suala. Azalanı 25 vahid artırıb çıxılanı 10 vahid azaltsaq, fərq necə dəyişər deyir bizə. Deməli, azalanı 25 vahid artırıb çıxılanı 10 vahid azaltsaq, fərq necə dəyişər? Məsələn, bir dənə suala baxaq. 75 çıxılsın 25 bərabərdir 50 olduğunu düşünək. 50 olduğunu düşünək deyəndə ki, zaten çıxanda 50 verir. Yəni, nümunəni belə düşünək. Azalanı 25 vahid artırırlar, üstəg elə 25. Çıxılanı da 10 vahid azaldırlar. Çıxaq 10 bərabərdir. Baxırıq. Hələ ki, burada baxmırıq. İndi baxaq. 75-in üstünə 25 gəlir 100. 25-dən 10 çıxırıq 15. 100-dən 15 çıxanda cavab alınır 85. Diqqət edin, əvvəl 50 idi, indi oldu 85. Neynədir? 35 vahid artdı. Deməli, baxırıq 246-cı suala. 246 maraqlı sualdır. Nə məndə maraqlıdır? Deməli, 128-i vururuq 17-yə. Burada deyir ki, vuruqlardan birinin 7 vahid, digərinin 4 vahid artırılsa, hasil ən çox nə qədər dəyişər? Bu kimi suallarda 128-i artırmaqdansa 128-in vurulduğu ədədi daha çox artıranda hasil daha çox dəyişir. Yəni, bunu 7 vahid artırıb, bunu 4 vahid artıranda hasil daha çox dəyişəcək. Məsələn, gəlin indi yoxlayaq. Birincidə yenə də yoxlayaq. Bunu 4 vahid artırıram, bunu 7 vahid artırıram. Hasili buradan yazacağım. İndi nə edirəm? Yanımda kalkulyator var. 128-i vururam 17-yə. Cavab alınır 2176. 2176 aldım. Bu nəsə əndirəvadi alır bir. Səliqəsiz yazılır. Deməli 2176. Sonra nə edirəm? 4 vahid artırıb yazıram. Bunu 4 vahid artıranda olur 132 vurulsun. 17-dən 7 vahid artıranda olur 24. İndi də 132-ni vururam 24-ə. Bu verir 3168. Sonra da tərsinə dəyişirəm. Yəni bir dəfə bunu 7 vahid artırıram. Bir dəfə də bunu 4 vahid artırıram. 128-i 7 vahid artıranda olur 135 vurulsun. 17'ni de 4 vahid artıranda olur 21. Yani 135'i vuraq 21'ə alınır 2835. İndi diqqət eləsəz həqiqətən görərsiniz ki, artırılmada çox böyük fərq var. 2835 alınırdı, amma bayaq nə almışdı? 3168. Deməli bizdə 2176'dır bu. Yəni əvvəl hasil 2176 idi. Ən çox halda olur 3168 artırıldıqdan sonra. Yəni vuruqlardan istənilən birini dəyişə bilərsiniz də. Bunun üçün də nə qədər artdığını, ən çox halda nə qədər artdığını tapmaq üçün deməli 3168-dən çıxırsınız 2176. O da çıxanda qalır 2 9 9 qalır deyəsən. Bəli, elə qalır. 2, 9, 9, yəni 992 vahid artmış olur. Toplananlardan birini 12 vahid azaldıb, digərini pozmaq istəmişdim. Baxırıq 247-ci suala, son suallarda videomu bəyənmək, kanala abunə olmağı unutmayın. Deməli, cəmdə 8 vahid artmalı. Gəlin belə bir şey yazaq. 6 plus 2 bərabərdir 8. Bizə deyir ki, toplananlardan birini 12 vahid azaldırlar. Böyük bir şey yazaq da, onda bura. Yazaq bura 26, üstə gələ 2, bərabərdir 28. 3 dənə toplanan var, hə? 3 dənə toplanan var. Onda belə yazaq. 20, üstə gələ 6, üstə gələ 2. Mütləq 28 almalıyım. 28. Deməli, birini deyir 12 vahid azaldırlar. Çıx 12. Ondan sonra yaşanla yazırdıq həmişələr. Çıx 12. Digərini 3 vahid artırırlar. Plus 3. Üçüncü deyir toplananı neynəmək lazımdır ki, cəm deyir 8 vahid artsın. Gəlin baxaq. 20-ni 12 vahid azaldıram 8. 6-nı 3 vahid artırıram 9. Üstə gələk. 28-i də 8 vahid artırıram 36. Deməli olur 36.
8, 9, 17. 17'nin üstüne nə gələndə 36 verir. 19 gələndə. Deməli, bizdə əvvəl toplanan 2 idi, oldu 19. Nə etmək lazımdır? 17 vahid artırmaq lazım imiş. Azalanı x vahid artırıb, baxırıq 248-ci suala. X vahid artırıb, çıxılan 20 vahid azaltılır, fərq 30 vahid artdı. Vahid artırıb, çıxılan 12 vahid artsa, fərq nəsə dəyişir. Deməli, çıxılan 20 vahid azaltdılar, fərq 30 vahid artdı. Gəlin belə bir şey yazaq. Buranı təmizləyək birinci. Deyirəm ki, mənim videom kayıtdadır. Kayıtdadır, evet. Deməli, tutaq ki, belə bir şeydir. 50 çıxaq 20 bərabərdir 30. Belə bir şey yazmışam. Bizə deyir ki, azalanı x vahid artırırlar. Çıxılanı 20 vahid azaldırlar. Çıxaq 20 və ondan sonra nə baş verir? Sonra da fərq 30 vahid artır. Burada 30 vahid artır. Gəlin baxaq. 50-ni x vahid artırmaq dursun belə burada bir yerdə. Çıxılanı azaltmaq 0. 30, 30 olur 60. 0-dan nə çıxanda 60? Nədən 0 çıxanda 60 qalır? 60-dan. İndi diqqət edin. Əvvəl 50 idi, x vahid artdı. Nə oldu? Oldu 60. Deməli, x nəyə bərabər imiş? X 10-a bərabər imiş. İndi deyir ki, azalanı x vahid artıraq. Yuxarısında yazaq bunda. Bu misalın yazaq yuxarısında. İndi deyir ki, azalanı deyir x vahid artırırlar. X-i nə tapmışdıq? 10 tapmışdıq da. Bunu deyir 10 vahid artırırlar. Sonra çıxılanı da 12 vahid artırırlar. Fərq deyir necə dəyişək? Bərabərdir. İndi baxaq. 50-ni 10 vahid artırırlar 60. 20-ni 12 vahid artırırlar 32. Çıxanı nəyə bərabər olur? 28. Baxın, əvvəl 20 idi. Qarışdırmayaq. Əvvəl 20 idi. Sonra nəyə çevrildi? 28-ə. Neynədi? Yox, əvvəl 30 idi. Çevrildi 28-ə. Düz deməmişəm. Əvvəl 30 idi. Çevrildi 28-ə. Neynədi? 2 vahid azaldı. Baxırıq 249-cu suala. Deməli, 249-u oxuyaq. Vuruqlardan birini 4 dəfə azaldıq. Hasilin 3 dəfə artması üçün digər vuruğu demək lazımdır. Deməli, yazaq belə bir şey. Dedim ki, dayandırmamışam. Yazaq belə bir şey. Deməli, 4 vuraq 3 bərabərdir 12. Bizə deyir ki, vuruqlardan birini 4 dəfə azaltdılar. Vuruqlardan birini 4 dəfə azaltdılar. Yəni, bölək 4. Hasili də 3 dəfə artdı. O zaman 4-ü 4-ə bölürəm 1, vuraq. Burada nəsə 12-ni də 3-ə vururam 36. Biri nəyə vuranda 36 verir? 36-ya vuranda 36 verir. Diqqət edin, əvvəl 3 idi, sonra oldu 36. Neynədir? 12 dəfə artdı, yəni A variantı. 2 müxtəlif 4 rəqəmli ədədin cəmindən. Siz oxuyana qədər mən buranı silim. 2 müxtəlif 4 rəqəmli ədədin cəmindən 2 müxtəlif 3 rəqəmli ədədin 2 müxtəlif 4 rəqəmli ədədin cəmindən 2 müxtəlif 3 rəqəmli ədədin fərqini çıxsaq, hansı ən kiçik ədədi almaq olar? 2 dənə müxtəlif 4 rəqəmli ədəd. Müxtəlif rəqəmli demirəm, müxtəlif 4 rəqəmli ədəddir. Fərqini çıxsaq, ən kiçik hansı ədədi almaq olar? Yaxşı, belə bir şey desək. Birinə gəl 1000, 1 götürsək, 4 rəqəmli ədədir. O birisində 1000 götürsək, 1000 götürsək. İndi 2 müxtəlif 3 rəqəmli ədəd. 2 dənə müxtəlif 3 rəqəmli ədəddən nə götürə bilərik? Böyük götürməliyik də, düzdür. Bir dənə də buranı təmizləyim, düzəldim. Deməli, burada diqqət eləmədiyim məqam nədir? Diqqət eləyin, 2 dənə müxtəlif 4 rəqəmli ədədin cəmindən söhbət gedir. 2 dənə müxtəlif 3 rəqəmli ədədin fərqindən söhbət gedir. Mən bayaqdan cəmi yoxlayıram. Alınmır, sən demə fərq vermiş. Deməli, bizdə fərqini deyir çıxsaq. Deməli, 2 dənə 4 rəqəmli ədədin cəmindən 2 dənə 3 rəqəmli ədədin fərqini axırda çıxırlar, yəni yenə çıxırlar. Bizdə ən kiçik ədəd alınmalıdır. Bizdə diqqət eləsək, azalan, çıxılan fərq. Belə də azalan, çıxılsın, çıxılan bərabərdir fərq. Fərqin kiçik olması üçün azalan kiçik olmalıdır, ən kiçik olmalıdır. Çıxılan isə ən böyük olmalıdır ki, çıxılandan, yəni kiçik ədəddən
4 rəqəmli deyir də burada. Ona görə biz 4 rəqəmli müxtəlif ədədləri 1001 ilə 1000 götürmüşük. Amma 2 dənə 3 müxtəlif 2 dənə müxtəlif 3 rəqəmli ədədlərin fərqini deyəndə birini böyük, birini kiçik götürmək lazımdır. Yəni mən bunun birini 999 götürürəm. Birini də 100 götürürəm ki, 2 dənə 4 rəqəmlinin cəmi 2001 verəndə çıxılsın. Bunların 999-dan 3 rəqəmlərin fərqi də 899 versin. Yəni 3 rəqəmlilərin fərqi maksimum böyükdür. 4 rəqəmlərin cəmi də maksimum kiçikdir. Bunlar da bir-birindən çıxanda cavab alınır 1102. Ümid edirəm ki, tam aydın şəkildə hər şeyi sizin üçün izah edə bildim. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti izahlarımızda sizlə ədədlərin müqayisəsindən danışacağıq. Sağ olun, görüşənədək.